Salam əziz tələbələr. Bir gün öncə 2025-ci il 1-ci qəbulunun ilk 25 sualını paylaşmışdım. 71-ci sualdan, yəni qaldığımız yerdən davam edirik. 71-ci sual imtahana düşmüş yeni tipli bir sualdır. Dövlət qulluğu imtahanlarında istifadə olunub, lakin magistratura imtahanında ilk dəfə idi ki, istifadə olunurdu və suallarda nə baş verir? Deməli, yazılıb ki, verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar. Yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözlərdəki hərflərin saylarının cəminə bərabərdir. Baxın, bu sualların ən rahat həll edilmə üsulu variantlar üzərində işləmədir. Məsələn, A variantında yazılıb 2 və 5. Görürsünüz, ikinci hildir, 5-ci ayədir. Biz buna 2 və 5 olaraq baxsaq çətin olacaq. Amma hil və ayəni yanaşı yazsaq, sonra düşünsək, bu artıq daha məntiqlidir. Və bu arada, əgər 2 dənə A hərf olmuş olsa sözlər birləşəndə, yeni sözdə də 2 dənə A hərf olmalıdır. Yəni, hər bir sözdən, hər bir hərfdən bir dəfə istifadə olunmalıdır. 1 və 3, xar və mal. Yazırıq nə? X, A, R, M, A-L. 2 və 4 yazılıb, elə deyilmi? 2 ilə 4 nədir? Hil və dəri. Yazırıq hil, bir də dəri. Və hətta qarışdırıb yazsaq daha məntiqli olar. Məsələn, 1 və 4 yazılıb, xarla dəri. Biz burada X, A, sonra dərini yazıb, məsəl üçün R-ni yazıb, I, R, məsələn, bu formada yaza bilərik. Çünki nəyə görə? Məsələn, mən hil və ayə yazanda burada ayə sözlüyünə uyğun bir söz axtarmaq kimi bir fikir yaranır yaddaşda. Amma bu şəkildə qarışıq yazanda o sözü unutmuş oluram. 3 və 5, mal və ayə. Bu şəkildə yazdıqdan sonra söz olaraq düşünmək olar. Buradan A variantıdır cavab. Çünki layihə sözü yaranır. Layihə. Əslində B variantından da marxal sözü yaranır. Sadəcə olaraq Dövlət İmtahan Mərkəzi marxal sözünü cavab variantı kimi götürmədi. Çünki və iddiaları da buydu ki, marxal sözü dialekt sözdür və yalnız Şəki-Zaqatala bölgəsində istifadə olunur. Ona görə də bunu cavab variantı olaraq qəbul etmədilər. Ona görə də çalışaq ki, yaradılan söz lüğətimizdə, orfoqrafiya və izahlı lüğətimizdə olan bir söz olmuş olsun. Əslində, belə bir iki başlılığa icazə verməməliydilər, amma etmişdilər. 71-ci sualda doğru cavab A variantı. Növbəti sualımız 72-ci sual. Tərəzi sualıdır. Verilmiş fiqurların qiymətləri 1-9 aralığındadır və 1-9 aralığında olan rəqəmləri gəlin kənardan qeyd eləyək. Və bizə 2 dənə tərəzi verilib. Həmin tərəzdəki fiqurları tapdıqdan sonra ona uyğun olaraq aşağıdakı tərəziləri müəyyənləşdirməliyik. Gəlin əvvəlcə ilk 2 nümunəyə diqqətlə baxaq əvvəlcə. Deməli, burada nə baş verir? Baxın, birinci tərəzidə bir dənə fiqur, burada olan 6 dənə fiqurdan daha ağırdır. Necə edə bilərik? Bir fiqura hansı qiyməti verə bilərik? Gəlin bunu düşünək. Baxın, ən minimal mən sağ qolu düzəltsəm, ehtimal olaraq düşünürəm. 4 dənə 1 və 2 dənə 2 qoysaq, bu eləyir 8 kiloqram. 8 kiloqramdan daha ağır bir ədəd olacaq 9. Deməli, qara dairəyə yazırıq 9. Deyərsiniz ki, bəs başqa bir hal, düşünün, başqa bir hal mümkün deyil. Sən 2 ilə 1-in yerini dəyişsən və ya 4 dənə 1, 2 dənə 3 atsan, bu artıq elə 9 eləyəcək və 9-dan da ağır ədədimiz yoxdur. 1 getdi, 2 getdi, 9 getdi. Yerdə qalan ədədləri sağ qola düşsəm, baxın, ən ağır versiyanı düzəldirəm. Ən ağır 2 dənə 8, 1 dənə 7. Bu 23 eləyir. Solda da ən yüngül versiyanı düzəldirəm. Ən yüngül versiyanı düzəltmək üçün də sayı çox olan fiqurlara daha balaca ədəd verirəm. 4 dənə 3, 2 dənə 4, 1 dənə 5. Bu da 22 eləyir. 9, o da 13, 22. Mən bunun yerini azca dəyişsəm, artıq 23 ilə 22-nin balansı pozulacaq. Məsələn, 8, 8, 7-nin əvəzinə 8, 8, 6 yazsam, məsələn, bu düzgün gəlməyəcək. Deməli, biz artıq hansı fiqurların nə olduğunu bildik. 3 də işləndir, 2 də işləndir, 4 də işləndir, 7, 8 də işləndir, hətta 5 də işləndi, 6 qaldı. İndi 6 yəqin ki, iştirak etməyən bir fiqur olacaq.
Deməli, gəlin burada tərəzilərin qiymətlərini qeyd edək. Deməli, qara dairə 9-dur. Bütün qiymətləri yazım. 9, 9. Harada qara dairə varsa, hamısı üzərinə qeyd edirəm. Aha, videonu kəsdim. Bütün ədədləri yerləşdirdim bura. İndi baxın, burada olan cəmlərə bir dənə diqqət edək. Amma sualda bizə düzgün olmayan cavab variantlarını istəyir. Sualda düzgün olmayan cavab variantlarını seçin deyir. Birinci tərəzidə 9 kiloqram, 9 kiloqram. Bu düzgün tərəzidir. İkincidə 21 kiloqram, 21 kiloqram. Bu da düzgün tərəzidir. Üçüncü 17 kiloqram və 20 kiloqram. Baxın, 3'ü götürürük. Yanlışdır. Gördüyünüz kimi taraz ola bilməz. 19 və 13. Bunu da götürürük. Yanlışdır. Bir də 15 və 15. Bu isə düzgün tərəzidir. Deməli, doğru olmayan cavab variantları A variantı. 72 nömrəli sualdır. 73 nömrəli sualımız da təkrar düşən suallardandır. Çox istifadə olunub bu sual əslində. Biz cədvəlimizi 4 yerə bölsək, çarpaz yer dəyişmə görə bilərik. Bizim sol yuxarı küncdə olan kvadratımız sağ aşağı küncə köçürülüb. Əslində çarpaz bölsək, bir yarısı köçürülüb, bir yarısı qalıb. Gəlin biz də digər yarısını çəkək. Baxın, bu hissəni çəkək aşağıya. Aha, köçürmə etsək, 3 bucaq bura düşür və kvadrat da bura düşür. Və eyni qaydada fiquru sağ küncü isə, bax bu kvadrat isə sol aşağıya köçür. Xətləri zaten görürük, bunun alt hissəsini köçürtməliyik. Bunu da çəkək bura. Burası qara olacaq. Burası da deməli nə olacaqdır? 3 dənə dairə olacaq. Ağ, ağ, ortada da qara dairə. Və bu şəkil cavab variantı olaraq baxaq görək hansı variantdadır. B variantında çəkilib. 73-cü sualda doğru cavab olacaq B variantı. 74 nömrəli sualda fiqurdur, amma fiqur ardıcıllığıdır. Biz bircə dənə dairəyə baxsaq, dairə yuxarı sol küncdən düşdü aşağı sol küncə. Aşağıya hərəkət etdi. Sonra sağa keçib. Bu hərəkət saat əqrəbinin əksi istiqamətindədir. İndi isə yuxarı qalxacaq. Yuxarı sağ küncə. Dairənin yuxarı sağ küncdə olduğu cavab variantı E bəndidir. Başqa bir fiqura da baxa bilərsiniz. Eyni qaydada kvadrat yuxarı qalxıb, sola keçib, indi isə aşağı düşəcək. Cavab E variantı. 75 nömrəli sualda 4 yerə qatlanmış vərəqdə mürəkkəblə kəsiklər edilib. Mürəkkəblə naxışlar edilib. Mürəkkəb kağızın altda qalan hissələrinə keçərək naxışları təkrarlayıb. Fikrən vərəqi açın və uyğun olan cavab variantını seçin. Əslində bu sualın şərti bura səhv köçürülüb. Bu sualın şərti belə olmalıdır. 4 yerə qatlanmış vərəqdə kəsiklər edilib. Fikrən vərəqi açın və uyğun olan cavab variantını seçin. Burada texniki yanlışlıq olub. Deməli, biz nə etməliyik? Kağıza baxsaq, yəqin ki, bu bütöv bir kvadrat olub və ilk öncə yuxarısı aşağıya doğru qatlanıb. Sonra qalan kvadratı da tən ortadan bölüb, sağ tərəfini sola qatlayıblar. Yəni, əlimizdə bir dənə bütöv bir kvadrat olmuş olsaydı, əvvəlcə yuxarı hissəsi aşağıya qatlanıb, sonra da sağ hissəsi sola. Və qalan hissə bu fiqurun sol aşağı kvadrat hissəsidir. Birinci növbədə bu kəsiyi sağa doğru açmaq lazımdır. Kəsik sağa doğru açılanda soldakı 3 bucaq sağa düşəcək, aşağıdakı 3 bucaq aşağıda sağ hissəyə keçəcək və mərkəzdəki hissədə böyüyəcək. Və bir növ 3 bucaq əmələ gələcək. Yəqin ki, biz bunu yuxarı geri açanda həmin 3 bucağın birini də ortada görsək, burada bir romb şəkli görmüş olarıq. Deməli, cavab variantı mərkəzə görə baxsaq, B və C variantı ola bilməz. Aşağıda kəsiklər görürsünüz 3 bucaq, amma A variantında bunları görə bilmirik. Bu da yanlışdır. D-də isə solda olan kəsiklər yoxa çıxıb. Doğru cavab Y variantı. Çünki biz bunu yuxarıya yenidən açsaq, solda və sağda olan 3 bucaqlar yanlarda, yuxarıda görünəcək. Aşağıda olanlar da yenə də yuxarı hissədə təkrarlanacaq. Bu qədər əslində dərin çəkməyə heç ehtiyac yox idi. Doğru cavab E variantı. Sual nömrə 76. Aşağıda bir fiqurun ilkin və deformasiya olunmuş formaları verilmişdir. Dairələr bir-birinə nəzərən yerini dəyişmiş, bağlar qırılmamışdır. X və Y verilən cavablardan hansı ola bilər?
Baxın, O'nun 1 qolu, N'in 4 qolu, daha doğrusu 5 qolu, P'nin 2, L'in 3, K'nın 3, M'in 4 qolu var. İndi burada da 5 qol, 4 qol, 3 qol, 2 qol, 3 qol və 1 qol var. 1 qolu olan dairə O hərfidir. O hərfi davam edib gedir N hərfinə. Daha sonra 2 qolu olan bircə dənə dairəmiz var P hərfi, 4 qolu olan da bir dairəmiz var M hərfi. Bizdən X, Y soruşur. X və Y. X 100% M-dir. Y isə, baxın, 3 qollu dairələr bir-birindən fərqlənmir. Bu K da ola bilər, bu L də ola bilər. Doğru cavab MK da ola bilər, ML də ola bilər. Variantlar üzərindən baxsaq, MK variantı olmadığı üçün 76-cı suala məcburi olaraq B variantını seçəcəyik. Şərtdə də fikir versəz, cavablardan hansı ola bilər yazılıb. Yəni, belə bir şərtdə təbii ki, mən bunu dəqiq versiyada seçə bilmərəm. Doğru cavab B variantı. 77 nömrəli sualımız aşkar operatordur və biz bilirik ki, tənlik versiyalı aşkar operatorları variant qoyma üsulu ilə də həll edə bilərik. Amma o qədər də çətin bir sual olmadığı üçün sadəcə olaraq birinci mötərizənin içərisinə gəlin diqqət eləyək. Aşkar operatoru həll edərkən ilk öncə biz A və B-ni müəyyənləşdirməliyik. Yuxarıda solda A dayanıb, deməli A-nın qiyməti 5-ə bərabərdir. Sağda B dayanıb, B-nin qiyməti isə B-yə bərabərdir. A-nın qiyməti oldu 5, B-nin qiyməti oldu B. Mən A ilə B-ni burada yerinə qoysam, 5 üstə gələk B, üstə gələk 3. Nəticədə olur 8 üstə gələk B. Misalımız qısa şəkildə 8 üçbucaq B bərabərdir 25-ə çevrilir. Nəyə görə? Çünki mötərizənin içərisi, üzr istəyirəm, 8 üçbucaq B yox. 8 üstə gələk B, üçbucaq B bərabərdir 25-ə çevrilir. Nəyə görə? Çünki mötərizənin içərisi 8 plus B olaraq tapıldı. İndi isə artıq biz ikinci operatora, yəni ikinci üçbucağa baxmalıyıq. Bu zaman A-nın qiyməti olur 8 üstə gələk B, B-nin qiyməti olur B, bərabər olur 25-ə. Bunu aparıb yenə də A plus B plus 3 ifadəsində yerinə qoyuruq. A-nın əvəzinə yazırıq 8 plus B, B-nin əvəzinə yazırıq yenidən B, üstə gəlinsin 3, bərabərdir 25. Və buradan 2B bərabər olur 14-ə, B də bərabər olur 7-yə. Sualın doğru cavabı D variantı. 78 nömrəli sual imtahanın sudokusudur və sudokuda bildiyimiz kimi biz təkrar hərfləri və yaxud ədədləri boş damalarda istifadə edə bilmərik. Sətir və sütun üzrə və bir də blokların içərisində təkrarlanan rəqəmlər istifadə etmək olmaz. Sudokunu sürətli əldə etmək üçün sən hər hansısa bir konkret bir bloka və yaxud konkret bir sətrə baxmalısın. Məsələn, orta bloka diqqət etsəz, orta blokun içərisində heç bir rəqəm olmasa da 3-ün yerini müəyyən etmək olur. Çünki sağdakı 3, bu 3 dənə damaya 3 yazmağa icazə vermir. Aşağıdakı 3 isə bu 2 damaya. Baxın, bunları 3 yaza bilmərəm. Və o zaman blokun içərisindəki 3-ara yazacağım A-nın üzərindəki damaya. Daha sonra artıq o blokun içərisində digər rəqəmləri hal-hazırda tapmaq olarmı? Gəlin baxın 2. 2 sol tərəfdədir. İcazə vermir A-ya və sağındakı 2 damaya 2 yazaq. Onda 2-ni ara yaza bilərik A-nın çarpaz hissəsinə. Orada qaldı 1, 3 və 1, 4 və 5. 1, 4 və 5 rəqəmləri isə tapılmayacaq. Çünki 1 bura olmaz, amma soldakı ikisinə ola bilər. 5 ümumiyyətlə yoxdur. 4 isə ortaya olmaz, A-ya da yaza bilərik, sağa da yaza bilərik. Amma ən sağ bloka baxsaq, baxın bu blokda 2 rəqəmini tapa bilirəm. Çünki 2-nin olduğu sətrə 2 yaza bilmərəm. O zaman 2-ni yuxarı yazırıq. Orada 4 və 5 qalır, onlar müəyyən oluna bilmir. İkinci sətirdən bir rəqəmi sağdakı 2 damaya yazıla bilməz. Çünki orada blokda bir rəqəmi var. Əgər yaza bilmərəmsə 1 atıram ən sol tərəfə. 1, 2, 3. Daha sonra burada qalan 3 dənə damada 3-ü mən bu 2 dənə xətt olan yerə yaza bilmirəm. Çünki aşağılarında bir 3 görsənir. 3 yazılır sol tərəfə. Qaldı 4 ilə 5. 2 dənə damaya 4 ilə 5 qalıb. 4-ü sağa yaza bilmirəm. Çünki aşağıdakı 4 icazə vermir. 4 sola, 5 sağa. O zaman artıq mərkəz blokda
4'ü yazmaq üçün yer tapa bilərik. 4 ən sağa düşəcək. Çünki A-ya olmaz, sağdakına olmaz. Ümumiyyətlə, orta hissə 1 olacaqdır. Çünki bu sütunda artıq bir dənə rəqəm qalıbdır. 1-i yazırıq ortaya. Onda A-ya qalır 5. Bir dənə qaldı B-ni tapmaq. B-ni tapa bilərik. İndi B-ni tapmaq üçün də nə edə bilər? Burada 2 dənə boş yer qalıb. Biri 4'dür, biri 5. 4'ün üzərinə 4 yaza bilmərəm. 4 sağa, 5 yuxarı. Burada qalıb 3 ilə 2. 3 aşağıya, 3'ün sağına olmaz. 3 yuxarı, 2 aşağı. Burada da qalıb 1 ilə 5. Aha, 1 ilə 5'i hələ ki seçə bilmirəm. O zaman digər bloklara bir dənə müraciət edək. Burada qalıb 2 ilə 1. 2 aşağı yazıla bilmir. 2 yuxarı, 1 aşağı. Artıq burada 1-5 qalmışdı, düzdürmü? 1'i aşağı yaza bilmirəm. 1 yuxarı, 5 aşağı. A-nın qiyməti oldu 5, B-nin qiyməti oldu 5. Doğru cavab A variantı. 78-ci sualda cavab A bəndi. 79 nömrəli sual imtahanda tələbələrin deməli, əksəriyyətinin narahat edən bir sual olub və faiz etibarilə çox az tələbənin doğru tapdığı bir sualdır. Və deyərdim ki, Dimin özü də izahında, əgər izah PDF-nə baxmışsınızsa, normal bir izah verməyib. Əslində, bu sualın həlli necə olacaq? Baxın, deməli, çox tələbə əslində bu sualın izahını gözləyir. Bir dənə ədəddir, sonu 7 rəqəmi ilə qurtarır. Biz həmin 7 rəqəmini götürüb əvvələ keçirsək, ədəd 6 dəfə böyüyür. Birinci ilk olaraq həmin ədədi gəlin bir dənə ümumi işarələyək. Neçə rəqəmli olduğunu bilmirik, düzdür? 4 rəqəmli, 5 rəqəmli, 15 rəqəmli fərqi yoxdur. Biz bilmirik o necə bir ədəddir. Baxın, belə bir ədəddir. Ortada çoxlu nöqtələr yenə də ola bilər. Bu 7-ni götürüb əvvələ atsaq, bu ədəd belə olacaq, düzdürmü? 7 nöqtələr. Bu birinci nöqtə ilə bu nöqtə bir-biri ilə eynidir. Bunu yadda saxlayaq. Çünki həmin ədəddir də, elə deyilmi? Birinci nöqtə ilə bu bir-biri ilə eyni olacaqdır. Və ədəd 6 dəfə böyüdüsə, deməli, əvvəlki ədədi 6-ya vuranda həmin ədədi tapmaq olur. Baxın, yuxarıdakı ədədi. Mən ora A, B, C, D-yi də yaza bilərdim əslində. Amma elə bir nöqtələr bəs eləyər. Baxın, birincisi, buradan indi gəlin vurma prosesini araşdıraq. 6-nı 7-yə vuranda eləyir 42. Bura yazırıq 2. 2. Əgər bu ədədin sonu 2 ilə qurtardısa, sizcə buradakı ədəd də 2 deyilmi? 2 olmalıdır da. Çünki 7-ni qabağa keçirdəndən sonra 7 keçib qabağa. Digər ədəd 2 ilə qurtarırsa, bu da ədəd 2 ilə bitməlidir. Tamam, bu qədərini bildik. 6 dəfə 7 42 elədi, 4 də yadda. Sonra 6 dəfə 2 12 eləyir. Buradan 4 yadda elədi 16. Burada yazırıq 6. Deməli, artıq bu rəqəmin 6 olduğunu bilirəm. Çünki 6 2 gəlirsə, 6 2 7. İndi 7-ni götürmüşəmsə 6 2 qalır. Sonra 6-nı 6-ya vuram 36, bir də yadda var, olur 37. Deməli, bu ədəd 7-dir. Və biz bunu belə gəlsək, biz bu ədədin neçə rəqəmli olduğunu bilmirik axı. Bu nə qədər uzanıb gələcəkdir. Ondansa daha məntiqli bir versiya irəli sürə bilərik. O versiyamızda nədən ibarətdir? Baxın, şərtə fikir versəz, bu ədədlərdən ən kiçiyinin, ən balacasının soldan ikinci və üçüncü rəqəmlərini dircəmi neçədir? Əslində bizdən istədiyi də sadəcə olaraq bu 2 dənə ədəddir. Soldan ikinci və üçüncü ədədlərini istəyir. Digərlərini istəmir. Gəlin belə bir şey düşünək də biz. Bu ədəd 7 ilə başlayırsa, 7-ni əvvələ gətirəndə və biz 6-nı bu nöqtəyə vuranda 7 ilə bitir, belə deyilmi? Biz 6-nı nəyə vursaq 7 ilə bitər? Gəlin bir dənə bunu düşünək. Yəni 6 sonda nəyə vurulub ki 7 qalıbdır? 1-ə. Bu ədəd 1 ilə başlayır. 7 onun əvvəlinə keçibsə, bir yerindədir də. Deməli, artıq 7 qabağa keçib. Amma yenə bu ədəd 1 ilə başlayır. Elə bil ki, məsələn, 567 ədədidir. 7-ni götürüb əvvələ gətirəmsə, bu 756 olur. 7-dən sonra yenə 5 gəlir. Həmin 5 yerindədir. Yaxşı. Sonra belə bir şey düşünmək lazımdır. Deməli, 6-nı 1-ə vurduq, 7 yazdıq. 6-nı 1-ə vuranda əslində 7 eləmir. 6-nı 1-ə vuranda 6 eləyir. Üzərinə 1 yadda gələndə 7 eləyir. Deməli, bu ədəd bizə 1 yadda verib. Hansı ədəd bizə 1 yadda verə bilər? 11 ədədi. Yəni, sonu 1 ilə bitən hansı ədəd 1 yadda? Yəni, bu 31 eləsəydi, bu bizə 1 yadda verə bilməzdi. Deməli, bu 11-dir. 6-nı bəs nəyə vuranda
11 eləyə bilər. Gəlin bunu düşünək. 6-nı 1-ə vuraram. Üzərinə də 5 yadda əlavə edib 11 yaza bilərəm. Alternativ versiyası mümkün deyil. Yəni 6-nı 2-yə vurub məsələn 12 eləyir. Üzərinə nəsə gəlib sən bir yadda yarada bilməzsən. Sonu da 1 ilə bitən. Yaxşı. 6-nı vurduq 1-ə, düşünürük ki 6 elədi. Üzərinə 5 yadda əlavə elədik, oldu 11. Əgər bunun başlığı gördünüz ki 11 ilə başladı. Deməli bu rəqəm də 1-dir. Yaxşı, bu 1 11-dir, 21-dir, 31-dir. Görəsən neçədir? Bu 1 bizə 5 yadda verib axı. 5 yadda ötürübsə, deməli bu ədəd 51-dir. Mən 6-nı neçəyə vurum ki, üzərinə də nəsə bir yadda əlavə edib 51 alım. Gəlin bir dənə düşünün. 6-nı nəyə vuranda 51 almaq olar? Sonu nə ilə bitən bir ədədə vursam 51 almış ola bilər. Məsələn, mən 6-nı vura bilərəm. Məsələn, 6-nı 7-yə vursam 42 eləyər. 42-dən 51-ə qalxmaq, yəni 9 yadda olmalıdır. Bu da mümkün deyil. 6-nı vura bilərik 8-ə. Baxın 8-ə. 48. Tutalım 3 də yadda əlavə edib yaza bilərik 51. Deməli, o 1-1-8 gəldisə, burada da 8 rəqəmidir. Tamam. Yazdıq 8. İndi bu 8 rəqəmi bizə baxın, demək bu 51 bizə 5 yadda ötürür sol tərəfə. Lap gözəl. İndi 6-nı 8-ə vuranda 48 elədi. Üstünə də 3 yadda gələndə 51 elədi. Əgər 3 yadda veribsə, bu ədəd 38 olmalı deyilmi? Yaxşı, 38-dirsə bu indi. 38 ədədi almaq üçün biz 6-nı neçəyə vura bilərik? Biz 6-nı 5-ə vursaq 30 eləyər. Üzərinə 8 yadda gələ bilərik. Bu 8 yaddanı da 6-nın hasilindən almaq mümkün deyil. Ya da 6-nı deməli 6-ya vurarıq. Eləyər 36, üzərinə 2 yadda gələrik. Deməli, ora 6-dırsa, burada 6-dır. Bunun sonunu biz belə yazıb getsək, bunun neçə rəqəmlərdə olduğunu tapmaq çox çətin məsələdir. Amma bizə görürsünüz, soldan 2 dənə rəqəmini istəyir. Əgər sağdan istəsəydi, mən sağdan vura-vura gələrdim. Soldan istədiyi üçün başlanğıcdan başladım. İlk 2 rəqəm yox, ikinci, üçüncü rəqəm istəyir. İkinci, üçüncü rəqəmlər oldu 1 ilə 8. Həmin ədədin ikinci, üçüncü rəqəmləri 1 ilə 8-dir. Cəmini istəyir. Doğru cavab olacaq C bəndi 9-a bərabər. 80 nömrəli sual da təkrar bir sualdır. Bu sual deməli həm qəbul imtahanında, həm də dövlət imtahan mərkəzinin sınaqlarında istifadə olunub. Belə suallarda ən rahat üsul çıxıntılara diqqət etməkdir. Məsələn, mən burada şəklin aşağısında belə bir çıxıntı görürəm. Bu hissəyə hansı şəkli yerləşdirmək olar? Bu Y variantı olar çox güman ki. Deməli, Y variantını bu hissəyə qoya bilərik. Y variantını o hissəyə yerləşdirsək, davamını bəs hansı hissə ilə gətirə bilərik, ona diqqət eləyək. Baxın, buralara fikir versəz, bunlar D variantında daha rahat görünür. Deməli, D variantını da deməli çəkə bilərik bura. Bu da belə getdi. Ondan sonra hansı şəkil görünür? Şəklin sol hissəsi B variantına bənzəyir. Yerdə qalan hissə də təbii ki, hansı varianta bənzəyir? Bir dənə baxaq. Bu da A variantıdır, onsuz da görünür. Yerdə qalır C variantı. C variantı istifadə olunmadı. Cavab C. Növbəti sualımız 81 nömrəli sualdır. Deməli, cədvəldə 2009-cu ildə K, L, M, N və T ölkələrindən xarici ölkələrə köçənlər, bu ölkələrə xaricdən köçənlər və həmçinin bu ölkələrdə doğulan və ölənlərin sayları göstərilmişdir. Yəni, bir dənə diqqətlə baxsaq, məsələn, K ölkəsində 1800 nəfər xaricə köçüb, 5600 nəfər xaricdən ölkəyə köçüb. Bu, əhalinin azalması deməkdir, elə deyilmi? Ölkəyə 5600 nəfər gəlib, 1800 nəfər gedib. Bu, əhalinin artması deməkdir. Və hətta 3800 nəfər artması deməkdir. Amma M-də 4200 nəfər
xaricə gedib 6200 nəfər gəlib. Bu da 2000 nəfər artım deməkdir. Amma burada bir məsələ var. Doğulanlar və ölənlərin sayında da müəyyən bir balansı var. Ona da fikir vermək lazımdır. Bir hərfləri axtarsaq yaxşı olar. K, L, M, N, T ölkələrindən söhbət gedir. Məsələn, K ölkəsində K ölkədir, bəli. K ölkəsində deməli 1800 nəfər xaricə köçüb, xaricdən 5600 nəfər ölkəyə gəlib. Bu ümumilikdə 3800 nəfər artmaq deməkdir. Elə bil ki, 5600 gəlib, amma 1800 gedib. Amma doğulanlarla ölənlərə baxsaq, 3400 nəfər doğulub, 2200 nəfər ölüb. 1200 nəfər artım deməkdir. 1200 nəfər doğum ölüm arasında artım var. 3800 nəfər də köçmə əsasında artım var. İndi burada ümumi artan olacaq 5000. Yəni burada artıb. Bunu götürmürük. L ölkəsində 4400 nəfər, demək 5100 nəfər ölkəyə gəlib, 4400 nəfər gedib. Bu yenə də artım deməkdir. Nə qədər artıbdır? 700 nəfər artıb. İkinci doğum ölümdə isə 2900 nəfər doğulub, 3600 nəfər isə ölüb. Bu isə 700 nəfər azalma deməkdir. Deməli, doğum ölümə görə 700 nəfər fərq yaranıb. Amma xaricə köçmək cəhətdən də 700 nəfər ölkədə artım var. Bunlar bir-birini balanslaşdırır və ortada heç bir dəyişiklik olmur. 0 nəfərlik bir dəyişim var. M ölkəsində 4200 nəfər xaricə gedib, 6200 gəlib. Bu 2000 artma deməkdir. 3500 nəfər doğulub, 2500 nəfər ölüb. Bu isə 1000 nəfər artım deməkdir. Ümumilikdə 3000 nəfərlik artım var. N ölkəsində 1200 nəfər xaricdən ölkəyə gəlib, amma 5000 nəfər gedib. Bu artıq 3800 nəfər azalma deməkdir. Çünki 1200 nəfər gəlsə də 5000 gedibsə, artıq görün burada 3800 nəfər minusa gedir. Doğulanlar 3600-dür, ölənlər 3800. Bu da əlavə olaraq hətta 200 nəfərlik azalma deməkdir. Ümumilikdə 4000 nəfər əhalinin sayında azalma var. Deməli, əhalisi azalan ölkə hansı olacaqdır? N ölkəsi olacaqdır. Siz özünüz T ölkəsində yoxlayıb görə bilərsiniz ki, T ölkəsində də artım var, azalma yoxdur. Doğru cavab B variantı. 82 nömrəli sual. Burada da əslində şərt səhv verilib. Yəqin ki, texniki bir yanlışlıq var. Burada şərt belə olmalıdır. 4 yerə qatlanmış vərəqdə kəsiklər edilib. Fikrən vərəqə açın və doğru cavab variantını seçin. Bir növ qatlama ilə bağlı olan sualdır. Biz burada nə edəcəyik? Əvvəlcə şəkili bu istiqamətdə qatladıqdan sonra tən ortadan bölüb içəriyə doğru qatlayıblar. Əvvəlcə şəkli geri açırıq. Yəni, bu istiqaməti açırıq. Təbii ki, bura geri açanda burada gördüyümüz qara hissə yuxarı hissəyə köçməlidir. Bu məcburdur. Getdi yuxarı hissəyə. Biz A variantında bunu görmürük, B variantında bunu görmürük. Deməli, bu variantlar yanlışdır. Digər variantlardan. İndi baxın. Deməli, burada mərkəzdəki xəttə fikir versəz, baba, bu fiqur. Bu fiqur yuxarıya doğru açılanda yəqin ki, belə olacaq. Üzü çarpaz istiqamətdə yuxarıya. Yəni, C-də olduğu kimi yox. C-də olduğu kimi yox. Ya cavab D variantıdır, ya da Y variantıdır. İndi burada fiqurun açılışına da diqqət etmək lazımdır. Necə yanaşa bilərik? Burada gördüyümüz xəttə fikir verin. Yuxarı açanda yəqin ki, üzü yuxarı istiqamətdə olar şəklin istiqaməti. Baxın bu şəkildə. Çünki maili istiqaməti daha yaxına düşməlidir. Balaca hissəsi isə daha uzaq bir hissəyə düşməlidir. Gəlin, indi variantlarda baxaq görək. Bu Y-də yox, D-də bu şəkildə çəkilib. 82-ci sualda cavab D bəndi. Sual nömrə 83. Qeyri-aşkar operatorlardır. 1 və 0-dan necə 1, 0 və 1-dən necə 1, 3 və 4-dən necə 5 almaq olar? 2 cür yanaşmaq olar. Deməli, cəmini fərqinə vurmaq versiyası var. Bir də kvadratlarını toplayıb kökə salmaq versiyası var. Cəmini fərqinə vurmaq yox, daha doğrusu elə kvadratlarını toplayıb kökə salmaq. 1-in kvadratı ilə 0-ın kvadratını toplayanda 1 eləyir, 1-dən kök çıxır 1.
0-ın kvadratı ilə 1-in kvadratını toplayanda 1 eləyir, kök çıxır 1. 3-ün kvadratı ilə 4-ün kvadratını toplayanda 25 eləyir, kök çıxır 5. O zaman 5-in kvadratı ilə 12-nin kvadratını toplayanda eləyir 169. Buradan da kök çıxır C variantı 13. 84 nömrəli sual fiqurun tamamlanmasıdır. Yəni kəsik hissənin tamamlanmasıdır. Baxın, biz bu şəkli tam olaraq sağdakı versiyaya bənzətməliyik. Sağdakı versiya biraz çəkə bilsəm, baxın, əslində bu şəkildə bir fiqurdur. Və bizə bu sol tərəfdə tamamlayıcı şəkil lazımdır. Yəqin ki, bu A variantı deyil. Və deməli, şəkli sağa aşırsam, bir növ D variantını oxşatmağa çalışsam, o da deyil. Çünki burada baxsaz, ümumiyyətlə bunları rəngləsəm, bəlkə də daha yaxşı görünüş effekti yarada bilərəm. Bilmirəm, sadəcə belə düşünürəm. Baxın, bizə bu lazımdır. Bunun qırmızı hissəsi. Ümumiyyətlə, bu şəkil B variantında verilib və B variantı isə bunun 180 dərəcə çevrilmiş formasıdır. Digər variantlar uyğun gəlmir. Növbəti sualımızdır 85-87 nömrəli test tapşırıqları. 85-87 nömrəli test tapşırığı blok mətndir. Birinci blok mətndir. Aşağıda 85, 86 və 87 nömrəli testlər var. Gəlin baxaq. Deməli, çox kriteriyalı bir mətnin məntiqi təhlilidir. 7 ölkə, oranı təmsil edən və 6 növ, deməli 2, 4, 6 ildə təvəllüdü olan 7 ölkə, 6 il təvəllüd və deməli çəkilərin də nömrələrinə baxsaz 6 növ fərqli çəkiyə malik olan 8 idmançı. Deməli 8 idmançıdır, amma bizə 7 ölkə verib, 6 dənə il verib, plus 6 dənə çəki veribsə, deməli burada artıq fərq məsələsi yaranacaq. Bəzi idmançıların çəkiləri eyni olacaq, bəzilərinin təvəllüdləri, bəzilərinin təmsil etdiyi ölkələrin adları eyni olmaq məcburiyyətindədir. Amma idmançıların adlarında heç bir dəyişiklik olmadığı üçün, tam olduğu üçün elə kriteriyalardan başlanğıc olaraq, əsas olaraq idmançıların adlarını düzəcəm. Biz bilirik ki, mətnlərdə, çox parametrli mətnlərdə kriteriyaları düzürəm. Məsəl üçün, nə kriteriyası var? Ölkələr var. Həmin ölkələri təmsil edən idmançılar var. İdmançı. Həmin idmançıların başqa nə xüsusiyyət veribdir burada? Həmin idmançıların deməli çəkiləri var. Həmin idmançıların təvəllüdü var. Əslində, rəqəm kriteriyasını birinci yazmaq daha məntiqli olardı. Amma ki, burada rəqəm kriteriyasından məhdudiyyətlər olduğu üçün, yəni tam verilmədiyi üçün onu düzmək bir qədər çox kömək olmayacaq. Neçə dənədir? 8 dənə. Gəlin, indi bu hissəni 8 yerə ayıraq. Və indi bu kriteriyalardan ən çox adı çəkilən idmançılar olduğu üçün idmançıların adını düzürük. A, B, C, D, Y, F, G, H. İmtahanda ən bəlalı mövzu, ən çox vaxt aparan mövzu mətnlər mövzusu olduğu üçün yəni maksimum sürətli şəkildə həll etməyə çalışacağam. İndi gəlin görək bizə nə deyib. Deyib ki, 65 kiloqram çəkisi olan idmançılar A və B-dir. Yəni, əgər 8 idmançıya 6 dənə rəqəm verilibsə, deməli onlardan 2 dənəsi eyni olacaqdır. Bəlkə də 3-ü eyni olacaq, amma 65 kiloqram çəkisi olan sırf konkret deyir ki, A-dan B-dir. Yəni, başqa 65 olmayacaq. Ən gənc idmançı, yəni 2000-ci il təvəllüdlü olan idmançı İtaliyanı təmsil edən D və ondan 9 yaş böyük olan Almaniya təmsilçisi 75 kiloqram çəkiyə malikdir. Buradan iki xüsusiyyəti
Deməli, işarə verir bizə. Birincisi, ən gənc idmançının İtaliyanı təmsil edən D olması. Birincisi, D İtaliyanı təmsil edir. Ən gəncdir, yəni 2000 təvəllüddür. Və həmçinin onun 75 kiloqram olduğunu da deyir. Bir də əlavə olaraq Almaniya təmsilçisi, yəni Y. O da 75 kiloqramdır. Ondan 9 yaş böyükdür. 2000-ci il təvəllüdlü şəxsdən 9 il böyük olmaq 1991-ci il təvəllüd olmaqdır. Və mən bayaq dedim ki, deməli, ikisi bərabər olursa artıq bərabər şəxslər olmayacaq. Çünki yerdə 2-4 nəfər qaldı. Bizim də rəqəmlərimizdə çəkilərdən 4 dənə qalıb. 70, 80, 85, 90. Azərbaycan təmsilçisi olan A 91-ci ildə anadan olub. Burada yazırıq 91. Yəni təvəllüdlərdən də 6 dənə rəqəm olduğu üçün burada da eyniliklər olacaq. Çox güman 2 dənə. 1991-ci sildik. Çünki 2 dəfə işlənib. 3 dəfə də işlənə bilər. Bəlkə hansısa elə 4 dəfə işlənir. Bəlkə hansısa 3 dəfə işlənir. Bizə əsas olan odur ki, indi təkrarları görək, tam danışaq, ondan sonra bu haqda fikir bildirə bilərik. Amma bu A Azərbaycan təmsilçisidir. Azərbaycan təmsilçisi olan A 91-ci ildə anadan olubdur. Rusiya təmsilçiləri F və G-dir. Və onların doğulduqları illər fərqlidir, amma rəqəmləri eynidir. Bu hansı rəqəmlər ola bilər ki, hansı ədədlər, hansı illər ola bilər ki, eyni rəqəmlərdən təşkil olunsun? Bunlar 1998 və 1989-dur. Deməli, 1998 ya da 1989 və yaxud da 1989 digəri 1998. Bunun hansının hansı olduğunu biz tam dəqiq bilmirik. 70 kiloqram çəkiyə malik olan Fransa təmsilçisi C. C Fransa təmsilçisidir. 70 kiloqram çəkiyə sahibdir. 70-i də silirik. 1989-cu ildə anadan olub. Baxın, 2 dənə 1991 var, 2 dənə də 1989 oldu. Biri C-dir, biri də FG-dən hansısa biri. Deməli, artıq illərdə də təkrarlanma olmayacaq. Baxın, bizim orada 2 dənə il yerimiz qalıbdır. Burada da zaten bir dənə 96 və 2000-ci illər qalıbdır. Hətta 2000 də yazmışıq əslində. Burada nəsə bir təkrarlanma əslində ola bilər. Ola bilər. Olmayacaq, çünki 86-cı il gözümdən qaçdı burada. 86 da qalıb, 96 da qalıb. İllərin hərəsinə birini yazacaq. Tamam. Çəkilərdən isə 80, 85 və 90 qalıbdır. Bir dənə də cümlə var. Ən ağır çəkili idmançı Türkiyə təmsilçisi H-dır. Yəni 90 kiloqramdır. Türkiyə təmsilçisidir. Ən ağır çəkilidir. Və orada bircə dənə Gürcüstanın adı qaldığı üçün Gürcüstanı yazırıq B-yə. 85 və 80 kiloqramları burada 2 yerə bölürük. Dəqiq məlumat olmadığı üçün. Və 1986 və 1996-cı illərdə 2 dənə boş yer qalıb, onları da arasında paylaşdıra bilərik. Çünki onun haqqında da dəqiq məlumat yoxdur. İndi ola bilsin ki, şərtdə dəqiq bir məlumat versinlər, amma hal-hazırda elə bir məlumat yoxdur. Keçid edirik növbəti suallara və bu cədvəl əsasında həll edəcəyik. Hansı cavab variantındakı idmançılar yaşıddılar? Fransa və Türkiyə təmsilçisi. Gəlin baxaq. Fransa və Türkiyə. 1989, Türkiyə isə 1996 və yaxud 1986. Yəni bu deyil. Fransa və Gürcüstan. Gürcüstan 1986 ya da 96-dır. Fransa 89-dur. Yəni heç bir halda eyni ola bilməz. Bunu da buradan silirik. Gürcüstan və Almaniya. Gürcüstan, Almaniya. Yəni, yəqin ki, görürsünüz ki, bu da ola bilməz. Mümkün deyil. 85-ci sualda indi baxırıq D-yə. Türkiyə, Almaniya. Türkiyə nə qədər? 96 ya da 86, Almaniya isə 91. Bu da düz gəlmir. Bir də Azərbaycan və Almaniya. Azərbaycan 1991, Almaniya da 1991. Deməli, 85-ci suala cavab olacaq Y bəndi.
86-cı sual. Deyir, hansıları müəyyən etmək mümkündür? B-nin yaşı. B-nin yaşı 86-96 təvəllüd olduğu bilinmədiyi üçün məlum deyil. F-in çəkisi. F-in də çəkisi ya 80-dir, ya 85-dir. Gürcüstan təmsilçisinin çəkisi. Gürcüstan təmsilçisi B-dir, 65 kiloqramda çəkiyə malikdir. Burada qeyd olunub. Deməli, cavab olacaq yalnız 3, Y bəndi. 87 nömrəli sual. Hansı mütləq doğrudur? B, C-dən ağır çəkilidir. B, C-dən ağırdırmı? Baxaq. Xeyr, bu səhv cümlədir. Çünki, deməli, nəyə görə səhvdir? Çünki B 65 kiloqramdır. C ya 85-dir, ya 80-dir. Dəqiq tapılmır. F-in çəkisi C-dən çoxdur. Onların ikisi də bilinmir. Biri 80-dir, biri 85. 1986-cı il təvəllüdlü idmançı D-dən ağır çəkilidir. 86-cı il təvəllüdlü idmançı dəqiq bilinmədiyi üçün D isə 75-dir. D 75-dir, 86 ya 65 kiloqram olacaq, ya da 90. Ona görə biz onu dəqiq bilmirik. İndi 90 olsa 75-dən çox olar, 65 olsa az olar. Ona görə onu dəqiq götürmürük. H B-dən 10 yaş böyükdür. H-ın deməli yaş təvəllüdü bəlli deyil deyə biz bu haqda danışa bilmərik. Heç B-nin də yaş təvəllüdü bəlli deyil. Əslində onların məsəl üçün yaş fərqlərini soruşsaydı, desəydi ki, onların yaş fərqləri 10 yaşdır. Çünki onlar biri 86-dır, biri 96. Fərqləri 10-dur. Amma sırf H-ın böyük olmağını biz iddia edə bilmərik. Amma Y variantı, Y yaşca C-dən kiçikdir. Y 91 təvəllüddür, C 89 təvəllüddür. Təbii ki, Y yaşca daha kiçikdir. Y variantı olacaq doğru cavab. Növbəti sualımız imtahanın ən çox zaman aparan suallarından növbətisi. 2024-cü ilin 2-ci cəhd imtahanda istifadə olunmuş natural ədədlərlə bağlı olan bir məntiqi və riyazi məsələ idi. Sualın əslində həlli çətin deməzdim, amma bir qədər zaman aparan bir məsələdir. Gəlin baxaq bizdən nə soruşur. Deyir ki, eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli ədədlərə uyğun olduğunu bilərək cədvəldəki məlumatlara əsaslanıb tapşırığı yerinə yetirin. Baxın, bu ədədlər hansı ədədlərdir? 1, 2, 3, 4 rəqəmlərindən əmələ gələn 2 rəqəmli natural ədədlərdir. 1, 2, 3, 4 rəqəmlərindən əmələ gələn 2 rəqəmli natural ədədlər. Ümumiyyətlə, 1, 2, 3, 4 ədədlərindən əmələ gələn natural ədədlər nə ola bilər ki? Bu ya 11 ola bilər, ya 13, ya 14 ola bilər və yaxud 21, 22, 23, 24 ola bilər, 31, 32, 33, 34 ola bilər, 41, 42, 43, 44 ola bilər. 16 dənə ədəd. Və burada gördüyümüzdə 16 dənə hərf var. Deməli, bunlardan təkrarı yoxdur. Elə hamısı bir-biri ilə bir hərf bir ədədə bərabərdir. İndi burada bəzi şərtlər verilib. Məsələn, deyir, eyni rəqəmlərdən təşkil olunmayanlar. Məsəl üçün 12. Eyni rəqəmlərdən təşkil olunmuyor. Amma 11 eyni rəqəmlərdən təşkil olunur. Burada adı keçən hərflər ədəd olaraq eyni rəqəmlərdən təşkil olunmayanlardır. Deməli, burada adı keçməyənlər yerdə qalan hərflər. Məsələn, R-dır, T-dır, S-dır. Görürsünüz, burada adı keçmir. A-dır. Onlar eyni rəqəmlərdən təşkil olunanlardır. Ümumiyyətlə, eyni rəqəmlərdən təşkil olunan nə var ki? 11 var, 22 var, 33 var, 44 var. Və bir dənə fikir versəz, burada olmayan hərflər hansılardır? Burada olmayan hərflər R-dır, S-dır, T-dır, bir də A-dır. Bu hərflər əgər burada yoxdursa, deməli, bunlar eyni rəqəmlərdən təşkil olunanlardır. Çox adam bu məntiqi ipucunu görməyib, amma mən indi bunu burada qeyd edeyim. 88-ci sualda rast sözünü əmələ gətirən hərflərin yəni hərflərə uyğun olan ədədlərin cəmini istəyir. Rast sözü hansı hərflər oldu? Bir dənə fikir verin. Bayaqlar yazdığım hərflər deyilmi? R, S, T, A. Zaten bunları istəyir bizdən. Rast sözündə bunlar biri 11-dir, biri 22-dir, biri 33-dür, biri 44-dür. İndi mən konkret olaraq hansının hansı olduğunu indi demirəm, amma onsuz da sual bizdən istəmir. Deyir, onların cəmini tap.
11, 22, 33, 44 də toplayanda eləyir 110. Amma birdən bəlkə də sizdə belə bir sual yaranır ki, bəs bizdən rast sözünü istəməsəydi, amma içində r hərfi olan başqa bir söz istəsəydi, biz o hərfləri onda dəqiq tapmalı deyildikmi? Bəli, tapmalıydıq. Məsələn, gəlin rast sözünü əmələ gətirən hərfləri bir-bir axtaraq görək, rast sözünü əmələ gətirən hərflər hansılardır? Tutalım ki, belə yanaşma edək. Biz heç bunların eyni rəqəmdən təşkil olunmağını heç görməmişik. Belə yanaşaq. Biz sadəcə bir-bir hərfləri axtarmağa çalışaq. Rast. Deməli, r ilə bağlı nə görürük? R sonuncu rəqəmi 1 olan bir ədəddir. Görürsünüz, yazılıb. Sonuncu rəqəmi 1 olan. R-nın sonuncu rəqəmi 1-dirsə, bu ya 11-dir, ya 21-dir, ya 31-dir, ya da 41-dir. Sonra r belə bir şərt var burada. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünən ədəddir. R hərfi 1 əlavə etdikdə 3-ə qalıqsız bölünən ədəddir. 21-in üstünə 1 əlavə etdikdə 3-ə bölünmür. 31-in üstünə 1 əlavə etdikdə 3-ə bölünmür. 41-in üstünə 1 əlavə etdikdə 3-ə bölünür. Və 11-də də bölünür. Bir dənə də şərt var. 2-də 1 hissəsi 12-dən böyük olanlar. Baxın, r bu siyahıda yoxdur. Deməli, r-nın 2-də 1 hissəsi 12-dən böyük deyil. 41-in 2-də 1 hissəsi 12-dən böyük olduğu üçün cavabımız 41 yox, 11 olacaq. Çünki 11-in 2-də 1 hissəsi böyük deyil. Cavab olacaq 11. Və yaxud buna belə də yanaşa bilərdik. Yenə də birinci şərtə diqqət etsəz, eyni rəqəmlərdən təşkil olunmayanların içində r yoxdur. Deməli, r eyni rəqəmlərdən təşkil olunub. R olacaq cavab olaraq 11-ə bərabər. R-nın qiyməti 11-dir. Keçirik A hərfinə. A hərfi. A hərfinə uyğun olaraq şərtlərə ayrılıqda baxırıq. A hərfi eyni rəqəmlərdən təşkil olunmayanlarda yoxdur. Deməli, olunandır. Ya 11, ya 22, ya 33, ya 44. Sonuncu rəqəmi 1 olanlarda A hərfi yoxdur. Deməli, A hərfinin sonuncu rəqəmi 1 deyil, 11 deyil. Cüt ədədlərdə A hərfi yoxdur. Deməli, 22 ya da 44 də deyil. Qalır 33. 33 həqiqətən baxın, 2-də 1 hissəsi 12-dən böyükdürmü 33-ün? Bəli. Sonuncu rəqəmi 2 olmayanlarda da yoxdur. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlərdə də A yoxdur. 33-ün üstünə də 1 əlavə etdikdə 3-ə qalıqsız onsuz da bölünmür. Deməli, A-nın da qiymətini tapdıq. Oldu nəyə bərabər? 33-ə bərabər. İndi baxırıq digərinə. S-ya. S-nın şərtləri nədir? S da fikir versək, eyni rəqəmlərdən təşkil olunmayanlarda yoxdur, olunandır. Amma 11-in 33 ola bilməz də çox güman ki. Çünki 11-in 33 tapılıb. Ya 22-dir, ya 44. Həm də cüt ədədlərdə yazılıb S hərfi. Cütdürsə ya 22-dir, ya 44-dür. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünən ədəddir S hərfi. 22-nin üstünə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünmür. Amma 44-ün üzərinə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünür. Konkret olaraq gəlin indi t-nı tapaq. Çox güman ki, t da yerdə qalan 22 olacaq. Çünki qoşa rəqəmlərdən təşkil olunanlardadır. Deməli, t cüt ədəddir. Cüt ədəddir. Son rəqəmi 2 olmayanların içində yoxdur. Deməli, son rəqəmi 2-dir. Son 2 ilə bitir. Və t hərfi məsəl üçün 2-də 1 hissəsi 12-dən böyük deyil və eyni rəqəmlərdən təşkil olunub. Onda bu elə 22-nin özüdür. 11, 33, 44, 22-ni toplayırıq. Digər bir ədəd məsəl üçün bizdən soruşulub gerb. Gəlin gerbi axtaraq. Mən buradan rastı təmizləyirəm. Bu sualın artıq cavabını tapdıq. Gerb də 4 hərfdən ibarətdir. R-nı bilirik. R-nı indi tapdıq. 11 dedik. C. Gördüyünüz kimi biraz vaxtımızı aparır. Artıq C eyni rəqəmdən təşkil olunmayandır. C-nın sonuncu rəqəmi 1-dir. Sonuncu rəqəmi 1 olan və eyni rəqəmdən təşkil olunmayan nə var? 21, 31, 41. 2-də 1 hissəsi 12-dən böyük olan ədəddir.
C 2-də 1 hissəsi 12-dən böyük olan ədəddir. Deməli bu ədəd 21 deyil. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünən ədəd deyil C. 41-in üstünə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünür. Onda C-nin qiyməti olacaq 31. 31. İndi keçirəm E hərfinə. E hərfinə. E hərfi ilə bağlı nə şərtlər görünür? E hərfi. Sonuncu rəqəm 1 deyil, cüt ədəddir. Yəni ya 2 ilə qurtarır, ya da 4 ilə qurtarır. E ya 2 ilə qurtarır və yaxud 4 rəqəmi ilə qurtarır. Sonra E ilə bağlı nə cümlələr var? Deməli, sonuncu rəqəmi 2 olmayanların içində E yoxdur. Deməli, sonuncu rəqəmi 2-dir. Çünki olmayanların içində yoxdur. Sonuncu rəqəm 2-dirsə və qoşa deyilsə, çünki eyni rəqəmdən təşkil olunmayanların içində yoxdur. Deməli, olunanlarda var. Olunanlarda var. Yox, daha doğrusu üzr istəyirəm. E hərfi burada baxın, eyni rəqəmdən təşkil olunmayanların içindədir. Bura nə olacaq? 12 ola bilər, 32 ya da 42. 2-də 1 hissəsi 12-dən böyük. 2-də 1 hissəsi 12-dən böyükdürmü E-nin? Xeyr, olanların içində yoxdur. Deməli, 12-dən böyük olmamalıdır. 32 ilə 42-nin 2-də 1 hissəsi deməli 12-dən böyükdür, amma 12-nin özünün 2-də 1 hissəsi 12-dən böyük deyil. Qalır B hərfi. B hərfi ilə bağlı yenidən şərtlərə baxırıq. B hərfi sonuncu rəqəmi 1-dir. Qoşa deyil, ya 21-dir, ya 31-dir, ya 41-dir. Üzərinə 1 əlavə eləyəndə 3-ə qalıqsız bölünənlərdə yoxdur, bölünməməlidir. Onda bölünənlərdə yoxdursa, deməli 41 deyil. Bunların üzərinə 1 əlavə eləyəndə bölünür. 2-də 1 hissəsi isə 12-dən böyük olanlarda yoxdur. Deməli balacadır. 31 deyil, qalır 21. 31, 12, 11, 21. Bunları cəmləyirik. Görə neçə eləyir? 3, 4, 5, 5. Bir yadda. Daha doğrusu bir yadda yoxdur. 5. Bu birisi də 7. 31, 12, 11, 21. Toplayanda eləyir 75. Doğru cavab oldu. C variantı. İndi növbəti sözümüz knockdowndur. Bunu da eyni qaydada gərək hər birinin hərflərini tapaq. Gördüyünüz kimi uzun, amma çox uzun bir müddət tələb edir bu sualı həll etmək. İndi yazırıq knockdown sözünü. Knockdown sözündə A-nı bilirik. A hərfi burada deyəsən bizə 33 rəqəmini vermişdi. Bir dənə təkrar baxaq A-ya. A sonuncu rəqəmi təkrarlanırdı. Cüt ədəd deyildi. Sonuncu rəqəmi 1 də deyildi. Deməli 33 idi, bəli. Gəlin N-nı axtaraq. N. N ilə bağlı nə bilirik? Sonuncu rəqəmi 1 deyil, cüt də deyil. Sonuncu rəqəmi 1 deyil və bu ədəd cüt deyilsə, deməli 2 4 ilə qurtarmır, 1 ilə qurtarmır, sonu 3 ilə qurtarır. 13 ola bilər, 23 ola bilər və 43 ola bilər. 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlərdə yoxdur. Deməli 1 əlavə etdikdə 3-ə qalıqsız bölünməməlidir. Amma 23-ə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünür. 2-də 1 hissəsi 12-dən böyük olanlarda da yoxdur. Deməli 43 də deyil. Yerdə qalır 13. N üçün yazırıq 13. O hərfi. O hərfi. O hərfi sonuncu rəqəmi 1 olanlarda var. Amma təkrarlanmamaq şərti ilə. Deməli ya 21, ya 31, ya da 41. Üzərinə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünür o hərfi. 31-in üstünə 1 əlavə etdikdə bölünmür, 21 də bölünmür, 41 bölünür. Sonra keçirik K hərfinə. K hərfi sonuncu rəqəmi 1 deyil. K hərfi cüt ədəd deyil. Deməli ya 1-dir, ya 3-dür son.
sonu. Sonuncu rəqəmi 1 də deyil, onda 3-dür. Ya 13-dür, ya 23-dür, ya da 43-dür. Çox güman 13 də deyil, çünki 13 N hərfidir. Burada hərflər sırf elə 16 dənə olduğu üçün toqquşma yoxdur. Həmçinin 2də 1 hissəsi 12-dən böyük olanlarda K hərfi yoxdur, deməli 12-dən böyük deyil. Və hətta 23 də çıxır, çünki 23-ün də 2də 1 hissəsi 12-dən böyük deyil. Yerdə qalır 43. 43 1-ə əlavə etdikdə 3-ə qalıqsız bölünənlərdə yoxdur, əla. Sonuncu rəqəm 2 deyil, bütün şərtləri də ödəyir. Oldu növbəti ədəd 43. D hərfini axtarırıq. D hərfi sonuncu rəqəmi 1 deyil. Cüt ədəddir. Ya 2 iləndir, ya 4 iləndir. Sonuncu rəqəmi 2 olmayanların içində yoxdur. Deməli, sonuncu rəqəmi elə 2-dir. Ya 12-dir, ya 32-dir, ya da 42-dir. Təkrarlanmır çünki. Hərflər təkrarlanmır. 2də 1 hissəsi 12-dən böyükdür. Onda 12 deyil. Ya 32-dir, ya 42. Bir əlavə etdikdə 3-ə qalıqsız bölünənlərdə də yoxdur. Ona görə 32 də deyil. 32-nin üstünə 1 əlavə etdikdə 3-ə qalıqsız bölünür. Yerdə qalır 42 ədədi. Və bir dənə U hərfi qaldı. U hərfini də tapmaq üçün gəlin bir daha yenidən baxaq. U-nun sonu 1 deyil. Cüt ədəddir. Ya 2-dir, ya 4-dür. Sonuncu rəqəm 2 olmayanlarda var. Deməli 4-dür. Sonu 4 ilə bitir. 14 və təkrarlanmayandır. Bu hərfi burada təkrarlanmayan içində var. 14, 24 ya da 34. Bir əlavə etdikdə 3-ə qalıqsız bölünən bir ədəddir. Deməli 34 deyil, 24 də deyil. Yerdə qalır 14. Həmçinin 2də 1 hissəsi 12-dən böyük olmayan bir ədəddir. Gəl indi bunları neyniyək? Cəmləyək. Nəyi cəmləyirik? 13-ü, 41-i, 43-ü, sonra 42-ni, 33-ü və 14 ilə 13-ü. Gəlin cəmləyək. Deməli 3, 4, 7, 9, 12, 16 və 3. Elə də 19. Sonra 1 yadda 5, 9, 13, 13, 16, 17, 18. Cavabımız alınmadı. Yəni variantlarda yoxdur. Gəlin bir dənə yenidən yanlışlığa baxaq görə hansısa. Nəsə burada bir dənə K hərfinə diqqət edək. Yenidən K hərfini deyəsən yanlış qeyd etdik. 13, 23 və 43. K hərfi sonuncu rəqəmi 1 deyil və cüt ədəddə deyil. Deməli, ya 13-dür, ya 23-dür, ya 43-dür. Sonu 3 ilə bitir. Sonra K hərfi bir əlavə etdikdə 3-ə qalıqsız bölünənlərdə var. Aha, var imiş. Biz bunu bayaq yoxdur adı ilə getdik. Yəni, var imişsə biz ancaq 13-ün üzərinə bir əlavə etdikdə bölə bilərik. Deməli, K hərfini biz götürməliyik buradan 23. Aha, bunu toplayanda onda bizə verəcək 179. Variantlarda var. Doğru cavab C variantı. Yaxşı bəxtimiz gətirdi ki, variantlarda yoxdur. Yoxsa yanlış qeyd edəcəkdik. Baxırıq 91 nömrəli suala. Açıq sualdır. Qutuda yalnız ağ, qırmızı və qara rəngdə olan şarlar var. Deməli, ağ, qırmızı və qara rəngdə olan şarlar var. Qutuda ağ şarlar, burada yanlış gedib, şarlar, qaralardan 1.4 dəfə çoxdur. Qırmızı şarlar isə qaralardan 2 dəfə çoxdur. Baxın, burada əsas olaraq qırmızını da, ağı da qara rəngə görə hesablayır. Ona görə qara rəngli şarların sayını x qəbul eləsək, ağlar qaralardan 1.4 dəfə çoxdur. X-dən 1.4 dəfə çox olur, 1.4x və qırmızılar isə qaralardan 2 dəfə çoxdur. X-dən 2 dəfə çox olur, 2x. Və bütün şarların cəmi 1.4x, 2x, x. Bunlar da bütün şarları verməlidir bizə. Burada cəmi sayı üçün ədəd vermədiyi üçün biz hər hansısa bir ifadəyə bərabər edə bilmirik. Amma elə bir ədəd götürməliyik ki, həmin ədədin onsuz da istənilən ədədi verə bilirik və onun 2 mislini tapa bilərik. Amma elə bir ədəd götürməliyik ki, onun 1.4 misli tapılsın. Yəni, x ədədinin
onda 14 hissəsi tapılsın. Onda 14 hissə də ixtisara getsə, 2-də deməli 2-yə ixtisara getsə, burada 5, burada 7 qalır. X-i 5-də 7-yə vurmaq mümkün olsun. 5-də 7 hissəsi tapılan ən minimal ədəd də olacaq elə 5-in özü. Deməli, qara şarlar, yəni X-ə ən aşağısı 5 götür. 5-dən aşağısı heç bir ədədin 1/4 misli tam ədədi vermir. Yaxşı, biz əgər bunu 5 qəbul etsək, qara şarları qəbul edirik 5. Qırmızı şarlar onun 2 misli 10 dənə. Ağ şarlar isə qaraların, yəni 5-in 1/4 misli. 5-i 1/4-ə vuranda eləyir 7 dənə. Cəmi şar ən azı neçə ola bilər? 7, 10 və 5-in cəmi. Nə qədər eləyir? 22 eləyir. Doğru cavab 22. Sual nömrə 92. Tələbə mal alarkən birinci satıcıya pulunun yarısını və daha 1 manat ödədi. Sonra ikinci satıcıya qalan pulunun yarısını və daha 2 manat ödədi. Nəhayət üçüncü satıcıya qalan pulunun yarısını və daha 1 manat ödədikdən sonra tələbənin pulu qalmadı. Onun neçə manat pulu var idi? Bunu iki üsulla həll edə bilərik. Birinci üsul riyazi versiyadır. X manatlıq pul varsa, əgər tələbənin X manatı varsa, o birinci bu X manatdan çıxır nəyi? Bu X manatın yarısını və 1 manatı. Bunu ödədim. Yerdə qalan pulu, baxın bu ifadədir. X-dən bu ifadəni ödədiyini çıxanda yerdə qalır bu. İkinci satıcıya isə bu pulun yarısını, yəni bunu bölürük 2-yə, bir də əlavə olaraq 2 manat ödədi. Çıx 2. Qaldı bu məbləğ. Sadəcə burada böyük mötərizə yaza bilərik. Və üçüncü satıcı isə bu qalan pulunun yenə yarısını və 1 manat ödədi. 1 manat ödədi və burada bir dənə böyük mötərizə çəkmişik. Bəli. 1 manat ödədi və yerdə heç bir məbləğ qalmadı. İndi bu ifadəni yavaş-yavaş həll edirik. X çıxılsın, X bölü 2 çıx 1. Bölü 2 çıx 2. Bölü 2 bərabərdir 1. 1-i keçirdik sağ tərəfə. Sonra bölüb 2-yə 1 tapmışıqsa, indi geri vurma üsulundan istifadə edə bilərik. Deməli, X çıxılsın, X bölü 2 çıx 1. Bölü 2 çıx 2 bərabərdir 2. Sonra 2-ni sağ tərəfə keçirdirik. X çıxılsın, X bölü 2 çıx 1. Bölü 2 bərabərdir 4-ə. Sonra 4-ü vuruq 2-yə. Olur 8. X çıxılsın, X bölü 2 çıx 1 bərabərdir 8. Sonra X çıxılsın, X bölü 2 bərabərdir 9. Buradan da hansı ədəddən yarısını çıxanda 9 eləyər? Yəni şifahi də tapa bilərik. Bu da olar yəqin ki 18-ə bərabər. Doğru cavab 18. Bu bir versiya. Bu bunun riyazi üsulu. Və yaxud bir dənə də versiya var. Birinci satıcıya müəyyən bir məbləğ verdi. İkinci satıcıya müəyyən bir məbləğ verdi. Və üçüncü satıcıya da müəyyən bir məbləğ verdi və onun artıq deməli pulu qalmadı. Onun görəsən nə qədər pulu var idi ki, o deməli üçüncü satıcıya verdiyi məbləğ əvvəlki məbləğin yarısı bir də əlavə 1 manat idi. Deməli o yarısını ödəyəndən sonra onun cəmi 1 manatı qalıb. 1 manatı qalıb və o 1 manat da verib və sıfıra düşüb. Görəsən bu hansı məbləğdir? Baxın o əvvəlcə 2 manat olub. 2 manatın yarısını verir, yəni 1 manat. Bir də əlavə 1 manat verir. 2 manatdan 2 manatı var imiş, belə deyək. Ondan 1 manatını verir və sonra əlavə 1 manat da verir, artıq sıfırlanır. Deməli, ikinci prosesdən sonra deməli 2 manat olub. İkinci prosesdən əvvəl pulunun yarısını və 2 manat verib. Burada da deməli pulunun yarısını mən elə yarı plus 2 manat da əlavə verib və cəmi 2 manatı qalıb. Deməli bu ikinci 2 manat ki dediyim var ha baba bu. Bundan əvvəl bunun 4 manatı qalıb və 4 manatdan 2 manat verib qalıb 2 manat. Bəs 4 manatdan əvvəl nə qədər olub? Buradan belə bir məntiq irəli sürə bilərik. Bunun 8 manatı olub. Yarısını verib, yəni 4 manat. Bir də əlavə 2 manat verir. 8 manatdan 4 çıxıram, bir də əlavə olaraq 2 manat çıxıram. Qalır 2 manat. Yaxşı, bu 8 manatdan əvvəl hadisə necə olubdu? 8 manatdan əvvəl də yarısını və 1 manat ödəyib.
O 1 manata qədər, 1 manata qədər 9 manat olub onda yəqin. Çünki 9 manat olub ki, 1 manat verib 8 manatı qalıb. Və ondan da əvvəl yarısını ödəyib 9 manatı qalıb. Deməli, bu adamın 18 manat pulu olub. Yarısını verib 9 manat və oradan da 1 manatını verib qalıb 8 manat. Amma belə götürəndə əslində ən rahatı riyazi versiyadır. Tez başa gəlir və dərk edilməsi də o qədər çətin deyil. Doğru cavab 18. 93 nömrəli sual kub sualıdır və uyğun olmayanları seçin deyir. Kubun açılış versiyasında biz ilk öncə kubu 1-4-1 vəziyyətinə gətirməliyik. Ona görə də yuxarıda görünən 2 üzünü aşırırıq sağ tərəfə. Buradan da silirik. Gəlin variantlara baxaq. Biz bilirik ki, kubda ən primitiv və ən rahat üsul qarşı üzləri çıxmaqdır. 1 və 3, A və B, 2 və C qarşı üz olduğu üçün onlar eyni anda görünə bilməz. Birinci variantda və dördüncü variantda 1 və 3 üzləri göründüyü üçün biz bunları variantlardan çıxırıq. Yəni elə bunları götürə bilərik. Yəni. Bəs digər variantlara da indi incəliklə baxaq. Deməli, ikinci kubda 2 var, 1 var, A var. Gəlin biri aşıraq sola, yuxarıya yəni. Gördüyünüz kimi belə bir vəziyyət olacaq. İndi bu kubda əslində baxın bu 3 dənə üzü mən bir dənə sola aşırsam və bir dənə də yuxarı aşıraq biri yenidən. İndi bu şəkli bir dənə sola aşırsaq elə ikinci kubu görmüş ola bilərik. Baxın 2 A hərfi yanında, bir də üstündə. Bu olur ikinci kub. Üçüncü kub B var, C var, bir də 1 var. Baxın bu 3 kuba baxsaz, amma sol hissədən baxın. Görəcəksiniz ki, C üzərində 1, sağ tərəfində də B. Və yaxud da şəkli sola döndərib baxa bilərik. Bəs burada bir dənə də əlavə olaraq variantımız var ki, o da 5-cidir. Yəni 5-ciyə diqqət edək. 2, 3, bir də A. Onlar da bu hissədədir. Deməli, şəklə sağ hissədən baxıram. Gəlin şəkli aşıraq sağa. Şəkil sağa aşanda 3 qalxır üstə. A qarşıda aşmış vəziyyətdə, 2 də burada. Elə 5-ci kubun özüdür. Deməli, 1 ilə 4 alınmayan vəziyyətlərdir. Doğru cavab da elə olacaq. 1 və 4-ün özü. Kubla bağlı suallarda deməli, birinci qarşı üzlər prinsipinə diqqət edib. Daha sonra onların alınan, alınmayan versiyalarına, amma doğrunu mu yoxsa yanlışı mı istəyir? Onu da diqqət etmək lazım idi. Məsəl üçün, burada yanlış istəyirdi. 94 nömrəli sual. Xanalara 1, 2, 3, 4, 5 və 6 ədədlərini elə yerləşdirin ki, böyükdür və kiçikdir işarələrinin tələblərinə riayət etməklə həmin ədədlər hər bir sütunda və hər bir sırada bir dəfədən artıq istifadə olunmasın. Və ABCD ardıcılığı ilə deyir, düzün. Bu sual imtahanın ən çox vaxt aparan sual olub və faiz etibarilə də ən az tələbənin tapdığı suallardan biridir. Biri budur, biri də analogiya, estafet sözü olan sualdır. Deməli, biz bura 1-dən 6-ya qədər ədədləri yerləşdirməliyik və belə suallarda əsasən sualın ümumi adı fitoşika mövzusu gedir. Oyun tipli bir sualdır. Çox bir zaman aparır, müddət aparır. Və əsasən biz burada tapmalıyıq nələri? Ən böyük işarələr olan yerlərə 6 yazmalıyıq. Ən kiçik işarələr olan yerlərə də 1 yazmalıyıq. Yəni 6-nı yanında kiçik işarə olan bir yerə yaza bilmərik. Yəni məsələn mən bura 6 qeyd edə bilmərəm. Yaxşı, mən birinci sətirdə məsəl üçün 6-nı hansı hissəyə yaza bilərəm? 6-nı ya yaza bilərəm bu hissəyə, ya da yaza bilərəm bu hissəyə. Çünki hər tərəfi böyük olan 2 dənə yer var. Gəlin bunu biraz böyüdək. Yaxşı, ikinci sətirdə hər tərəfi böyük olan kvadrat bir dənə buradır. Bura yazdıq 6. Üçüncü sətirdə 6-nı yazmaq üçün yenə də bir dənə kvadrat var. O da buradır. Dördüncü sətirdə 6-nı yazmaq üçün 2 dənə yer var. Biri bu hissədir, biri bu hissədir. 5-ci sətirdə 6-nı yazmaq üçün B-yə də yaza bilərəm. Amma B-nin artıq yuxarısında 6 qeyd olunub. O sütunda 6 var, fikir versiniz. Ona görə B-yə yazmıram. Onda yerdə qalır alternativ versiya D. D-yə yazırıq 6. Əgər mən D-yə 6 yazıramsa, ən yuxarıdakı 6-nı baxın, buradan artıq silirəm. Ona görə də yuxarı sətirdəki 6-nı
Baxın, bu hissəyə qeyd edək. Sonra ən aşağı sətirdə, ən altda 6-nı yazmaq üçün 2 dənə yer var. Biri bura, biri də bura. Amma bura qeyd edə bilmərəm, çünki ən yuxarıya artıq qeyd etmişəm. Buradan silirik, ən sağa atırıq 6-nı. 6-nı ən sağa yazanda, buradan da bunu silirik. Atırıq sol tərəfə. 6-ları yazandan sonra biz 1-ləri yaza bilərik və yaxud 6-dan sonra 5-ləri qeyd edə bilərik, 1-ləri qeyd. Baxın, 1 rəqəmləri birinci sətirdə hamısından balaca olan bir yerə yazılmalıdır. O da amma bir dənə ən soldakıdır. Ondan sonra ikinci sətirdə hamısından balaca olan kvadrat bir dənə var, buradır. Üçüncü sətirdə 1 yazmaq üçün yer bir dənə ən sağdakıdır. Sonra deməli, biz sütun üzrə də baxa bilərik, sətir üzrə də. Dördüncü sətirdə 1 yazmaq üçün ən sola da yaza bilərəm, amma ən yuxarı yazdığım üçün bura olmaz. 1-i növbəti yaza biləcəyim dama, hər tərəfi balaca olan dama 6-nın sağ tərəfidir. 5-ci sətirdə 1-i yaza bilərəm C-yə ya da ən sağa. Ən sağda 1 yaza bilmirəm, çünki yuxarıda 1 artıq yazılıb. Ona görə də məcburi olaraq C-yə yazırıq. Və bizdən istənilən ümumiyyətlə, deməli, yuxarıda qeyd olunub ki, A, B, C, D ardıcıllığıdır. A, B, C, D. Biz C-ni tapdıq, D-ni də tapdıq. Qaldı A ilə B ifadəsi. Deyərsiniz ki, niyə hamısını tapmırıq? Yəni, imtahan səviyyəsində bizə əsas sürətli tapmaq lazımdır. Tam doldurmağa elə də ehtiyac deyil. Bir ən aşağı sətirdə hara yazıla bilər? 2 dənə yer var. Amma sağdakını qeyd etmirəm, çünki üstündə 1 görürəm. Bu getdi. 6 ilə 1-lərdən başqa 2-ləri qeyd edə bilərəm və yaxud 5-ləri tapa bilərəm. Sətir üzrə və yaxud sütun üzrə də bunu qeyd etmək mümkündür. Məsəl üçün, 5 rəqəmini biz birinci sətirdə, baxın, deməli, bura yaza bilmərik. Bura da yaza bilmərik. Niyə? Çünki oralara 5 yazsam, 5-dən böyük gərək 6 qeyd edeyim. 5-i elə bir yerə yazmalıyıq ki, yəni 5 hər şeydən böyükdür, bir dənə 6-dan balacadır. İkinci sətirdə, məsələn, 5 bura yazıla bilməz, çünki bura 6 düşəcək. Eyni qaydada 5 burada yazıla bilməz, çünki ondan böyük 6 yazmalıyıq. Yaza da bilmərik, çünki o sətirdə artıq 6 var. Və sonda 5-i hara yaza bilərik? Baxın, 6-nın sağ tərəfinə, bura. Bura yaza bilərik. Və birinci sətirdə isə artıq bu 5-in üstə mən bura 5 yaza bilmirəmsə, burada 5 yaza bilmirəmsə, burada 5 yaza bilmirəmsə, onda 5-i bir dənə bura yazırım. X qoyduğum yerlərə niyə yaza bilmirəm? Çünki onlardan böyük 6 yazmaq olmaz. 6 təkrarlanır, ona görə. Üçüncü sətirdə 5-i bura olmaz, bura olmaz. 2 dənə yer qalır. 6-nın sağı ya da solu. Bu isə dəqiq deyil. 16 hissəsində 5-i hara yaza bilərik? 5-i hara yaza bilərik? O da dəqiq tapılmayacaq. Bura olmaz, bura olmaz. 2 versiya qalır. Ən sağ və yaxud ən sol tərəflər. 4-cü sətirdə 5-i yazmağı yenə də çox yer var. Amma ən aşağı sətirə bir dənə diqqət edək. Baxın, bura 5 olmaz, çünki üstündə B-yi 6 yaza bilmərəm. Bura 5 olmaz, çünki yuxarıda yazılıb. Bura 5 olmaz, çünki 5-dən böyük 6 yaza bilməyəcəm. Onda 5-i yazmalıyam, ancaq 1-in aşağı hissəsinə. Bura yazdıq 5. Ondan sonra qaydıq, bayaqlar yuxarıda biz 5 üçün 2 dənə yer demişdik. Baxın, 6-nın solu və sağı. Artıq sağına qeyd edə bilmərik, çünki aşağıya 5 yazmışıq. Bu belə getdi. Orada qalır, baxın, burada 3 dənə dama qalıb. 2, 3, 4. Oradakı sıra ilə düzməliyik. İşarələrə baxırıq. Deməli, 4, 3, sonra 2 gəlir. 2 gəlir. Deməli, neyniyə bilərik? Baxın, ən sol tərəfə baxsaq, burada 3 dənə ədəd qalıb. 4, 2 və 3. 2, 4, 3-ün içində 4 ən böyüdür. Buraya yazırıq. 2 ilə 3 isə yuxarı yazırıq. B-ni də tapdıq 4 olaraq. Qalır A-nın qiyməti. A-nın qiyməti. Deməli, 5 rəqəmi bəzi damalarda hələ ki tapılmayıb. Gəlin bir dənə 5-ə diqqət edək. 5 bura yazıla bilməz, bura yazıla bilməz. Bu sətirdə də aşağıda var. O zaman 5-i atırıq ən sağa. 3 dənə ədəd qalıbdır burada. Oraya yazmalıyıq 2, 3, 4.
İçlərində 4 ən böyüyüdür. Onda bura 4 yazırıq. 4-ün sağı solu biri 2 olacaq, biri 3 olacaqdır. Sonra deməli hərflər yazılan hissədə 5-i bura yaza bilmərik, yuxarıda var. Bura yaza bilmərik, yuxarıda var. Deməli A-ya da 5 düşür. 5, 4, 1, 6 doğru cavab olacaq. Bəs davam eləyib digərlərini də tapa bilərikmi? Bəli, tapa bilərik bu şəkildə. 5-dən sonra 4-ləri yazmaq, sonra isə 2-ləri yazaraq, 3-ləri yazaraq bu şəkildə, yəni ən böyük, ən balaca, ən böyük, ən balaca şəklində davam elətdirə bilərik. Və 95-ci sual sonuncudur. Deməli, birinci, ikinci, üçüncü cədvəllərə uyğun olaraq sağdakı uyğunluğu qurmaq lazımdır. Birinci cədvəl A ilə B-nin cəmi. Yəni, bunu elə öz yanından yazım ki, qarışdırmayaq. A ilə B-nin cəmi 15-ə bərabərdir. Ya da ki, buradan. A ilə B-nin cəmi 15-ə bərabərdir. C ilə A-nın cəmi 7-yə bərabərdir. İkincidə A ilə B-nin cəmi 15-ə bərabərdir. B ilə C-nin cəmi 7-yə bərabərdir. Üçüncüdə B ilə C-nin cəmi 7-yə bərabərdir. A ilə C-nin cəmi isə 15-ə bərabərdir. A bəndində nə qeyd olunub? B çıxılsın C 8 edir. Gəlin görək hansı variantda B-dən C çıxanda 8 edir. Bu birincidədir. Çünki bunları biz alt-alta çıxsaq, A-lar ixtisar gedir. Yerdə qalır B çıx C 8-ə bərabər. 1-ə A. A-dan C çıxanda 8 edir. Bu isə ikinciyə aiddir. Alt-alta çıxdıqda B-lər ixtisar gedir. Qalır A çıx C bərabərdir 8. 2-yə B. Daha sonra deməli A-dan B çıxanda 8 edir. Bu üçüncüyə aiddir. Aşağıdan yuxarı çıxsam C-lər ixtisar gedir. Qalır A minus B bərabərdir 8. 3-ə C. A plus B plus 2C bərabərdir 22-dir. Bu üçüncüyə aiddir. Üçüncü misalı biz alt-alta toplasaq A plus B plus 2C bərabərdir 22 olur. 3-ə D yazırıq. A, 2B və C-nin cəmi də 22-dir. İkincidə də alt-alta toplasaq A-dır, 2B-dir, bir də C-dir. Bu da 22 edir. Yeni də yazırıq ikinci hissəyə. Bu da 2025-ci ilin birinci şans qəbul imtahanının sonuncu 95-ci sualı idi. İzlədiyiniz üçün təşəkkürlər. Çox sağ olun.